Şimal qutbundakı qutb siklonlarının yaxın 15-20 gün ərzində bir xeyli zəifləməsi, hətta şimal qutbundakı atmosferin, stratosferin aşağı qatları və troposferin yuxarı qatlarındakı qərb küləklərinin bir xeyli zəifləməsi və hətta şərq küləklərinin başlanması gözlənir ki, bu da o deməkdir ki, yaxın 15-20 gün ərzində şimal qutbunda toplanmış soyuq havanın vaxtından əvvəl cənub enişlərinə doğru, yəni cənubda yerləşən mülayim və isti ölkələrə doğru yayılması gözlənir. Soyuq havanın dağılması gözlənir. Bu proses əslində normal bir vəziyyətdə mart və aprel aylarında müşahidə ediləcəkdir. Lakin artıq iqlim dəyişikliyi nəticəsində şimal qutbunda havanın temperaturu təbii ki artır və şimalda toplanmış soyuq hava da artıq vaxtından əvvəl cənub enişlərinə doğru yayılır. Bu proses əslində normalda mart və aprel aylarında baş verəcəkdir. Həmin dövrdə təbii ki yaz aylarında bu soyuq hava mülayimləşib, yumuşalıb cənub enişlərinə doğru daxil olacaqdır. Bu da fəsadların daha az müşahidə edilməsi səbəb olacaqdır. Lakin fevral ayında bu prosesin baş verməsi nəticəsində xüsusi ilə də bu proses nəticəsində yəni şimal qutbunda toplanmış həmin ərazilər üçün normal olan soyuq havanın, lakin cənub enişlərində yerləşən, mülayim və isti ölkələrdə yerləşən əhali üçün ekstremal olan bir soyuq havanın artıq vaxtından əvvəl bir şəkildə dağılması gözlənir. Bu proses nəticəsində bu prosesin təsirləri əvvəlcə Azərbaycan arasında fevral ayının 2-ci 10 günlüyündə, xüsusən fevral ayının 14-dən başlayaraq fevral ayının 18-19-na qədər olan müddət ərzində Azərbaycan arasında havanın temperaturunun gün-gündən yüksəlməsinin səbəb olacaq. Çünki Şərqi Avropada, Mərkəzi Avropada, Aralıq dənizi ölkələrində və Qara dənizi ölkələrində güclü bir neçə ekstratropik siklon sistemlərinin aktiv olması fonunda bu ekstratropik siklon sistemlərinin sağ qolunun, yəni isti cəbhənin Azərbaycan arasında doğru Afrikanın şimalından mülayim və isti hava axınlarının daşıması gözlənir. Lakin artıq fevral ayının 19-20-sindən sonraki tarixlərdə artıq bu soyuq atmosfer cəbhəsinin Qafqazın cənubu Azərbaycan arasında doğru daxil olması gözlənir. Nəticədə əvvəlcə fevral ayının 9 axşama doğru 10-unda Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənir. Bu proses fevral ayının 11-i günün birinci yarısına qədər olan müddət ərzində davam edəcək. Artıq fevral ayının 12-sindən başlayaraq Azərbaycan arasında hava şəraitinin tədricən sabitləşməsi, fevral ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-sində isə artıq Azərbaycan arasında havanın temperaturunun gün-gündən yüksəlməsi gözlənir. Lakin bu isti atmosfer cəbhəsindən sonra, yəni fevral ayı üçün xarakterik olmayan mülayim və isti hava dalğasından sonra isə Rusiyanın qəlbində toplanan güclü soyuq havanın Aralıq dənizi və Qara dəniz siklonları ilə, yəni rütubətli hava ilə birləşərək güclü şəkildə fevral ayının 19-20-sindən başlayaraq